Bugün sizlerlə konjugasiya haqqında danışacağım. Hansı ki, testləri yazarkən hər kəsin problem çəkdiyi mövzulardan biri də odur. Konjugasiya iki canlı hüceyrələr arasında baş verir. Genetik rekombinasiyalardan biridir, ikisi dəyişkənlikdir. Digər ikisi isə transformasiya ilə transduksiyadır. Onlar haqqında qədər də danışmaq ehtiyac deyil. Əsas transduksiya haqqında sonda qeyd edirəm. Birinci hələ ki, konjugasiya haqqında danışmaq istəyirəm. Konjugasiyada iki canlı hüceyrə iştirak edir. Onlardan biri olur donor, donor, digər olur resipient. Biz burada konjugasiyanı danışarkən əsasən F plazmidin adını çəkəcəyik. Niyə? Çünki plazmidləri də öyrənərkən qeyd etmişdik ki, F plazmidi olanlar yüksək konjugasiya etmək, yəni yüksək nəsil vermək qabiliyyətinə malikdir. Bizim hüceyrələrimiz iki qrupa bölünür. F plazmidə malik, deyək ki, xromosomdur. Bu isə F plazmid. F plazmidə malik olanlar deyirik F müsbət. F plazmidi olmayanlar deyəcəksiniz buna da F mənfi. Bunu bir fizika qanunlarından öyrənə bilərsiniz. İki əks işarəli yük bir-birini cəzb edir. Yəni bunlar arasında deyəcəksiniz ki, konjugasiya olacaq. İndi gəlin bunu genetik rekombinasiya olan konjugasiya kimi öyrənək. F plazmidi olan donor və F plazmidi olmayan resipient. Hər ikisi arasında konjugasiya baş verəcək. Konjugasiyanın nəticəsində həmin bu donor öz ürək açıqlığını göstərir və sitoplazmasında sərbəst şəkildə olan F plazmidləri resipiyentə ötürəcək. Və konjugasiyanın sonunda əvvəl mənfi olan resipiyent artıq müsbət olaraq dəyişəcək. Niyə? Çünki qonşu hüceyrədən, yəni donordan F plazmidi aldı. Bu sadə. Müsbətlə mənfi arasında konjugasiya baş verir və nəticədə resipiyentimiz F müsbətə çevrilir və yaxud da ki, mənfi müsbətə çevrilir. Bu biri. Bizim digər hüceyrəmiz. Hansı ki, buna HFR ştam deyəcəksiniz. HFR ştam necə formalaşır? Biz F plazmidə keçərkən demişdik ki, xromosoma inteqrasiya olunmuş F plazmid HFR ştamı əmələ gətirir. Yüksək konjugasiya etmək qabiliyyətinə malikdir. Bizim digər hüceyrəmiz, yəni resipiyentimiz yenə F mənfi olaraq qalacaq. Bu yazığın heç nəyi yoxdur. Bu içərisindəki həlqə şəkli olan DNT-si də, yəni bilinmədi o. Dolayısıyla F plazmidi olduğuna görə mən HFR ştama F müsbət kimi baxa bilərəm. Niyə? Çünki F plazmidi var. Müsbət və mənfi arasında konjugasiya baş verəcək. Əsas məsələ bundan sonra başlayır. HFR ştam deyir ki, bu mənimdir. Xromosomuna birləşdirib. Onu o qədər çox istəyir ki, öz canından ayrılır. Deyir, bu mənimdir. Resipient, mən bunu sənə verə bilmərəm. Əgər sənə versəm, bir dənədir, özümdə heç nə qalmayacaq. Çox olsaydı verərdi. Amma bir dənə olduğuna görə, onu tez özünə birləşmiş şəkildə olduğuna görə bunu bildirir və F plazmidi ötürmür. F plazmid getmir. Bəs deyə bilərsiniz ki, bu konjugasiyada bəs nə keçəcək? Konjugasiyada həmin bu xromosomda olan genlərdən konjugasiyada ötürülür. Yəni digər genlər ötürülür. Digər məlumat ötürülür, amma F plazmidi saxlayır özündə. Niyə? Çünki yazığın bir dənə var. Sizin bir almanız olsa,
Onu verərsiniz ki, məsələn, yox verə bilmərsiniz. Bölmək də mümkün deyil. Bu da eyni qaydada. Konjugasiya baş verəcək. Niyə? Çünki müsbətdir və mənfidir. Lakin xromosomuna birləşdirdiyinə görə, inteqrasiya olunduğuna görə F plazmidi ötürmür. O zaman deyirsiniz ki, resipient mənfi olaraq qalır. Niyə? Çünki donor F plazmidi ötürmədi. Resipient mənfi olaraq qalır və ya mənfi olaraq qalacaq. Bu qədər sadə. Bizim digər bir nüansımız isə F müsbətlə HFR arasındadır. Fizikadan da bilirik ki, eyni işarəli yüklər bir-birini neyini itələyəcək. Bu da müsbət, bu da müsbət. Bir-birini itələdilər. Biz bu konjugasiyaya F plazmid gözündən baxdığımıza görə deyirik. F müsbətlə HF işləm arasında konjugasiya baş verməyəcək. Bu qədər sadə. Bir də bizim nüanslardan biri də transduksiyadır. Bakterial süzgəc məsələsidir. Əgər sizə bakterial süzgəc verirsə, şərtdə yazıb öldürülmüş Escherichia coli bakterial və yaxud da ki, bakterial süzgəcdən keçirilmiş. Bakterial süzgəcdən keçirərkən bu zaman bakteriya süzülür, bakteriyofag qalır. Qalan nə oldu? Bakteriyofag qaldı. Həmin bu bakteriyofag adı hardadısa, bunun adı hardadısa, transduksiya da orada. Bu qədər sadə. Bakterial süzgəcdən süzüldüm, bakteriya getdi, bakteriyofag qaldı və nəticədə onun da gətirib ötürdüyü məlumat olur transduksiya. İki canlı hüceyrə arasındadırsa konjugasiya, yox deyəcək, öldürülmüş Escherichia coli laktoza pozitiv, diri Escherichia coli laktoza negativ kultivasiyasından sonra heç bir vasitəçi yoxdursa, buna da deyəcəksiniz transformasiya. Bu qədər sadə.